Salamlar. Bugün daha fərqli bir video hazırlamaq istəyirəm. Gördüyünüz kimi Junk Journal deyil, dəftərlər yoxdur. Amma mənə görə fəlsəfəsi daha yaxın olan bir sənətdir. Bu ondan fərqli olaraq artıq həqiqətən bir sənətdir. O daha çox belə bu da hobi kimi istifadə oluna bilər, amma o daha çox belə rahat və hər an eləyə biləcəyim bir şeydirsə, bu biraz daha əmək gərəkdirən bir şeydir. Adından da göründüyü kimi kintsugi. Kintsugi nədir? Öncə onun haqqında məlumat vereyim. Bilməm bilirsiniz yoxsa yox. Kintsugi bir Yapon sənət növüdür və özünün də bir fəlsəfəsi var. Fəlsəfəsi odur ki, hər hansı bir qab, əşya sınırsa, onu atmırlar. Yenə eyni Junk Journal'da tullantıları atılmadığı kimi burada da hər hansı bir qab, əşya sınırsa onu təzədən sındığı yerdən qızıl, gümüş tozu ilə birlikdə yapışdırırlar və qəribə bir şəkildə bu qab heç kimdə olmur. Bu sənə özəl olur. Çünki hər qab fərqli sındığına görə də hər qırıq da fərqli olur. Deməli, indi gəlin açaq. Əslində mən bunu açıb baxmışam. Videoya görə bağladım, təzədən bir yerdə açaq deyə. Deməli, belə. Burada 2 dənə qab qoyublar. Yəqin ki, qızıl tozu ilə, bunlar qızıl tozudur. Qızıl tozu ilə kleyi qarışdırmaq üçün bura qoysam daha yaxşıdır. Sonra bu nə üçündür bilmirəm. Belə bir 2 əlcək qoyublar. Əliniz batmasın deyə düşünürlər. Bu basic kitdir. Yəni özünü sınamaq üçün təbii ki, bunları ayrı-ayrı ala bilərsən. Bu kleydir. Amma yenə necə istifadə olunur heç bir fikrim yoxdur. Gördüyünüz kimi bu normal bir qab. Busa sınmış bir qab. Ortadan sındırıblar özdə. Təsəvvür edirsən, hər qab düşür və fərqli yerlərdən sınır. Bu da insana da biraz oxşur, insanın individuallığına. Hər insanın problemi fərqlidir, hər insanın yaşanmışlığı fərqlidir, hər insanın qırığı fərqlidir. Ancaq sən o qırıqları oturub düşün, bu qırılır və getirsən başqasına. Amma sənin bir bədənin var, bir ruhun var, bir zehnin var. Bu qırılandan sonra nəsə bir şey pisatca yaşayırsan, özünü atmalısan. Yox, təbii ki, də oturub o qırıqları təzədən işləməlisən, özünü təzədən zaman ayırmalısan, əmək verməlisən. Onda sən mükəmməl olursan və heç kimdə olmayan təkrarsızına çevrilirsən. Yoxsa hamı bu şəkildə də ola bilər bəlkə də. Amma sən bunun üstündə işləyəndə bir təkrarsız olursan, sən təkrarın yoxdur. Ham fərqli qırıqlar da qoyublar ki, bura işləyə bilək. Özü qara qoyublar, məncə ona görə ki, qızıl tozu daha gözəl görünsün deyə. Çox qəribə fəlsəfədir. Mən bu fəlsəfə ilə təxminən 5 il əvvəl tanış oldum və o qədər təsirlənmişdim ki, ona bir qaşıq qoyublar, çox qəşəngdir. O qədər təsirləndim ki, ona bir Instagram hesabı açmışdım və oxuduğum, mənə təsir edən sözləri, cümlələri orada paylaşırdım. Sadəcə özümə xatırlatma olsun deyə, amma sonradan illər keçəndən sonra qayıdıb o səhifəyə baxanda orada da sanki mən öz qırığımı, boşluğumu ondan bərpa eləmişdim və bir anı yerinə çevrilmişdi. Çox qəribədir. 2 dənə də... Orada görünür yoxsa yox, əlim parıldayır. 2 dənə də belə fırça qoyublar. Bunlar da ya onu qarışdırmaq üçün də qızıl tozu ilə kley, ya da bunları mən şəkillərdə görürdüm. Məsələn, belə deyil. Bunu kley sürtən kimi yapışmış ki, belə eləyib salfetka ilə bağlayırlar. Amma bu yumrudur, bu necə olacaq onu bilmirəm. Bağlayırlar ki, necə qolun falan sınanda onu belə tutaq barmağın sınıb bunu birləşdirib belə bağlayırlar ya, o tipli bir şey. Bu belə, bu kutumuz budur. Bu da yeni başlayanlar üçün bir bələdçi rolunu oynayacaq kitabdır. Bunu da oxumamışam. Oxumadığıma görə tamamilə təcrübəsi şəkildə bir yerdə sınayacağıq. Əmsalda bacarmayacağıq. Ona görə də okeydir. Kitab bu şəkildədir üstündə. Həmin bu qırıqlardan. Baxın, qab sınanda neçə yerdən sına bilər. Bunu oturub ilmə işləmək,
hər belə nöqtəsini işləmək əmək, zaman, enerji alır, amma nəticədə bu cür sınıq heç kimdə olmur da. Yəni ikinci dəfə bu kimdəsə sınsa belə, məsələn, buradan sına bilər, başqa cür düşə bilər. Çox belə qəribə bir sənətdir. Məni çox etkiləmişdi. Atmırsan da, yəni ona oturub əmək verirsən. İçində də bu cür qablar var. Bunları bir gün oxuyub bir yerdə də paylaşa bilərəm sizə də, amma indi bu böyük bir kitabdır. Bunu oxumaq mümkünsüzdür hal-hazırda. Bu kitabı yazan yazıb ki, mən niyə bu kitabı yazmışam onun haqqında falan. Qəribə. Bu cür çox qəribə. Hər vaxt burada göstərir. Məndə bu şeylər yoxdur içində. Bu nə üçündür? Belə yonursan ki, daha hamar olsun. Ancaq bu qırıqlar o qədər də qırıqlar deyil. Yəni yonulacaq dərəcədə qırıqlar deyil. Düzdür, özləri qırdığı üçün. Amma səndə bir artıq staf var da, ən azından başqa qırılmış qabını da eləmək istəyirsənsə, bunlardan da almalısın mütləq. Amma bu kley daha çox xoşuma gəldi, incədir və bu aralara tökmək üçün mükəmməldir. Burada göstərir, baxın, bundan eləyir. Bilmirəm, orada görünür. Görünür. Buranı belə eləyir, sonra qulaq çöpü ilə, məndə var qulaq çöpü, ondan vurur. Çubuqla da ola bilər. Sonra baxın belə bant deyirlər də, bundan yapışdırır. Bax, bundan məndə yoxdur. Normal skoç var, amma bundan yoxdur. Yapışdırır bu şəkildə. Birinci məlumatlar verir burada. Bayağı detallar. Təbii ki də bu asan olmayacaq qırığı birləşdirmək. Nə gözləyirdim ki, bax, bundan yoxdur. Mən də onu demək istəyirdim. Bant dediyim odur. Çox qəribədir, maraqlıdır. Bu qədər. Kitaba sonra baxarıq. Birinci özümüz tətbiq eləyək. Yanılaq. Deməli, biz bunu yaratmağa çalışacağıq. Daha doğrusu bu şeydir də, yəni daha sadədir, daha basicdir. Ancaq bu qırılmış, ağrılı, qüsurlu olandır. Oy, durmur da. Sən durduracağıq. Bu da bizim sınıqlarımız. Birinci əlcəklərimizi geyinək. Bunu açmağı öyrənsəm, geyinin bir dənəsə dağılıb eləyər. Bilirəm, asan olmayacaq, amma ən azından sınayacaq. Həyatda da belə deyilmi? Heç nə asan deyil, amma biz sınayanda hər şey yoluna düşür. Deməli, elə indi nə oldu? Mən videonu çəkirdim. Yaxşı ki, bunu açmağı danışırdım, açıb-aça bilməməyim barəsində falan. Birdən dedim ki, qoy görüm, düşür orada kamerada, yəni kamerayı yoxlamağa çalışdım. Bir də gördüm ki, telefon yaddaşı dolu olduğu üçün çəkməyib, dayandırıbdı oradan. Mən də öz-özümə danışıram burada. Amma burada da bir şeyin fərqinə vardım ki, köhnəni boşaltmasan, azad olmasan, təmizlənməsən, yeni bir şeyi əsla öyrənə bilməzsən. Yəni, sənin zehnin doldusa, sən buna hazır deyilsənsə, birinci köhnəni atmalısan. Birinci, necə deyirlər, zibilləri boşaltmalısan. Mən keçən videoda da demişdim, əsas məsələ mənim üçün önəmli olan şey zehnimin sakitliyi, təmizliyidir və mən video başlayanda da tam bunu eləmək içimdən gəlmirdi. Yəni, tam o belə deyim də, tam o deyildim. Məncə hazır deyildim buna. Çünki bu dediyim kimi 5 ildir bundan tanışım və bir şəkildə bunu mən eləmirəm hələ də. Düzdür, bu 5 ildir məndə deyil, amma nəsə mane olur. Demək ki, hələ hazır deyiləm. Ona görə də bu videoda belə bir video olur. Ən azı fəlsəfə haqqında məlumat vermiş oldum. Yəni, birinci də elədi, bir şeyləri öyrənəndə biz birinci onun haqqında məlumat alırıq. Sonra artıq bunu
əməl eləməyə keçirik. Hər hansı bir elm olsun, hər hansı bir məsələ olsun, onu birinci öyrənirik. Daha sonra keçid alırıq onu tətbiq eləməyə. Amma tətbiq eləmək üçün birinci həzm eləməlisən. Həzm eləmək üçün birinci tamamilə yer açmalısan onun üçün. Əgər sən hələ ona yer açmamısansa, onu tam olaraq həyatında tətbiq eləyə bilməyəcəksən. Bəlkə də ona görədir ki, çox şeyləri biz hədəf qoyuruq, məqsəd qoyuruq, amma ona çata bilmirik. Çünki hələ biz buna hazır deyilik, amma məcbur eləyirik ki, bunu əldə eləyək. Məsələn, mən də bunu indi məcbur eləyib yapışdıra bilərdim, çəkə bilərdim, bunu qıra bilərdim bəlkə də. Amma niyə də təbii şəkildə dərk eləyə, öz zamanında bunu eləməyim ki? İndi isə bura qədər məncə sağollaşaq. Bu şəkildə sağollaşacağım bundan sonra.